Kredit götürdüm, amma faiz ödəmirəm. Bu necə mümkündür? İslam bankçılığında bəli, bu mümkündür. Ənənəvi bankçılıqdan fərqli olaraq, İslam bankçılığı deyir ki, əgər qazanc yoxdursa, faiz qadağandır, yəni riba haram sayılır. Məsələn, ənənəvi bankçılıqda necə idi? Müştəri krediti götürür, qazansa da, qazanmasa da faizini ödəməlidir. İslam bankçılığı nə təklif edir? Nümunə verək. Şəxs yaxınlaşır banka, kredit istəyir. Məsələn, kompüter alqı-satqısı eləyəcək. Bank deyir ki, gəl mən o kompüteri alım, sən o kompüteri sat, qazancını bölərik. Qazanmasan, problem yoxdur. Yəni, səndən faiz istəmirəm. Bu adlanır murabaha kontraktı. Kapital alətləri saydığımız müşaraka və müdaribə kontraktları. Məsələn, şəriklik kontraktına oxşatsaq, müşaraka kontraktında 2 nəfər eyni biznesə pulu yatırırlar, həm qazancı, həm zərəri tərəflər arasında bölürlər. Və ya müdaribə kontraktı səhmdar və direktor kimi oxşatsaq, tərəflərdən biri pulu verir, digəri isə biznesi idarə edir. Burada zərər tamamilə pulu verənin üzərindədir, amma qazanc tərəflər arasında razılıq əsasında bölünür. Qeyd edeyim ki, bu məhsul hal-hazırda Azərbaycan bazarında keçərli deyil. Müəyyən ölkələrdə, məsələn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri ölkələrdə keçərlidir. Bəs siz necə düşünürsünüz? Sizcə bu produktların hansı sizin biznesinizə daha uyğundur? Ənənəvi bankçılıq yoxsa İslam bankçılığını görmək istəyərdiniz? Rəylərdə yazın, müzakirə eləyək.